Vaxtınız xeyir olsun. Bildiğiniz kimi bu günlərin biz Qarabağımızın zəfər çalmasında canından qanından keçmiş şəhid Allahverdiyev Kənan Mərdanoğlu'nun evindəyik. Bizim sağımızda oturan rəhmətli şəhidimizin atası Mərdan qardaşımızdır. Zəhmət olmasa siz şəhidimiz barəsində hər şeyi danışardınız. Çox xahiş edirik sizdən. Öncədən sizə xoş gəlmisən deyirəm. Gələn ayaqlarınız var olsun, sağ olun. Belə şəhid ailələrini diqqət mərkəzində saxladığınız üçün çox sağ olun. Şəhid Kənan mənim evladım, son 5 evladım idi və ailəcanlı bir evlad idi. Ailəsinə bağlı, qardaş bacısına bağlı bir evlad idi. Çox zəhmətkeş bir uşaq idi. Kənan əsgəri xidmətlərinə bir neçə il qalmış. Bəs şəhid olacam. Anası Füzuli rayonundan olduğu üçün və ana sənə o Qarabağ Füzuli torpağını azad edib verəcəm deyirdi. Və öz arzusuna da çatdı. Vətən müharibəsi başlayanda Tərtər istiqamətdən Suqovuşan istiqamətdə gedən döyüşlərdə iştirak etdi və 2 oktyabr şəhidlik zirvəsinə ucaldı. 4-cü günü Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırıldı. Kənan haqqında o qədər bizim danışılası sözümüz var ki, nə qədər danışsaq bitməz. Hər bir şəhidimiz haqqında o qədər çox danışılası sözlərimiz var ki, Allah ruhlarını şad eləsin, məqamları uca olsun. Cəmi şəhidlərimizin, Allah qazilərimizə də şəfa versin. Amin. Onların da haqqını danmaq olmaz. Onlar da şəhidlərimizin yarısıdır. Allah hər birinin məqamını uca eləsin şəhidlərimizin. Qazilərimizə də Allah şəfa versin. Çox sağ olun ki, bugünkü gündə də bizim ürəyimizə su səpdiniz və bizim evdə də çəkiliş etdiniz. Var olasınız hər biriniz. Sağ olun. Diqqətinizə görə. Biz bildiyimizə görə siz özünüz də Mərdan müəllim 1-ci Qarabağ döyüşlərinin veteranısınız. Bəli. O barədə də biraz bizə məlumat verərdiniz. 1991-ci ildə mən Rusiya vilayətinə hərbi xidmətə getmişəm və oradan geri dönüş edəndən sonra Ağdaş rayon hərbi komissarlığında könüllü olaraq ərizə yazdım və Qarabağı müdafiəsinə qoşulmaq üçün ərizə yazdım ki, mən gedirəm ora döyüşə. Və qəbul etdilər və getdim Qarabağ döyüşlərində iştirak etdim. Döyüşdüm 93-cü il avqust ayının 23-cü gündə Füzuli işğal olunan vaxtda mən özüm də yaralandım. Bir neçə yoldaşdan BMP sürücüsü idim və 3 yoldaş üçümüz də yaralandıq. Və ilahin qisməti o oldu ki, gəldim, ailə qurdum, evladlarım oldu və bu evladımın son 5-i də bu vətən uğrunda qurban getdi. Allah hamısına rəhmət etsin, ruhları şad olsun. Amin. Bəli, bugünkü gündə bu həmin şəhidlərimizdir, həmin qazilərimizdir ki, bizə bu zəfəri yaşatdı, alınan torpaqlarımızı geri qaytardı. Allah bizim Ali Baş Komandanımıza da uzun ömür, can sağlığı əta eləsin ki, o şəhidlərimizlə bərabər o bu zəfəri bizə yaşatdı. Əsrlər boyu Azərbaycandan bizim gedən torpaqlarımız heç olmasa 20%-i geri qaytarıldı bu şəhidlərimizin, qazilərimizin sayəsində. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, yerləri cənnət olsun, Allah onların valideynlərinə də səbr əta eləsin. Amin. Bildiyimiz kimi də şəhidlərimiz bizim ölməzdir. Mən onu deyə bilərəm ki, mən dünənlərimdə dedim, bugün də deyirəm. Üzr istəyirəm ifadəmə görə, mənim xalam qızı həkimdir. Həmişə söhbətlərdə biz oturub onunla dərdləşəndə adını çəkmək istəmirəm, deyirdi ki, belə deyək də, deyir xala ola, düzdür, Hacı xanımdır. Deyir, həmişə deyirdi ki, xala ola, inanırsan bizim şəhidləri orada qəbul edirdi, biz gedib görürdük, edirdi, özü döyüş bölgəsində olub, həmin o 44 günün 44-cü günündə. Deyirdi, şəhid olanda biz şəhidlərimizin üzünü açıb görürdük. Hamısının üzündə deyir, təbəssüm var idi. Hamısından deyir, cənnət qoxusunu iyi gəlirdi. Halbuki həmin o qanın spesifik iyi var da, deyir, o 1 qram hiss olunmurdu. Müşk iyi gəlir, deyir, hamısından. O qanın qoxusu belə gəlmirdi. Nə xoş bizə ki, biz belə millətik. Nə xoş o oğlanlara, Allah onlara qəni-qəni şəhidlərimizə rəhmət eləsin. Onlar bizə bu zəfəri
yaşatdılar. Bəli, Bu torpaqları geri qaytartdırdılar. Bizim başımızı uca elədiler. bəli, bəli. Allah sizin kimi valideynlərin də canını sağ eləsin. Çox sağ olun. Allah sizlərə uzun ömür, can sağlığı əta eləsin. Ki sizin belə Azərbaycanımızda belə övladları, belə atalarımız var, belə valideynlər var. Çox sağ olun, var olun. Həqiqətən də gözəl mövzuya toxundunuz bu yerdə. Həqiqətən də müharibə, vətən müharibəsi başlayanda deməli böyükdən kiçiyə hər bir kəsin əməyi oldu. Hətta bir körpə uşağın ata qucağında Azərbaycan, Azərbaycan deyib bayrağı yellədiyin də şahidi olduq. Onlar da əsgərlərimizə, döyüşçülərimizə çox qürur verdi. Allah hər birinin canını sağ eləsin. Həmən o vətənə sadiq olan insanların. Deməli, həkimlərimizi çox gözəl vurğuladınız. Həqiqətən də həkimlərimizin də Allah canını sağ eləsin. Onlar da gecə-gündüz çalışdılar, yatmadan, yemədən, içmədən bu əlillərimizin demək olar ki, xəstəliyi ilə bağlı, müalicəsi ilə bağlı, onların əməliyyatı ilə bağlı çox əziyyət çəkdilər. Allah onların da canını sağ eləsin. Bir vətənin vətən olması üçün onun güclü sərkərdəsi olmalıdır, güclü ordusu olmalıdır. Şükür Allahın böyüklüyünə ki, bizim də elə böyük bir sərkərdəmiz var və böyük ordumuz var. Həqiqətən də 92-93-cü illərdə biz döyüş aparan vaxtı hərçimərçilik deyirlər, hərçimərçilik vaxtı idi. Hərə özünə bir komanda yaratmışdı, bir batalyon yaratmışdı. Şükür Allahın 5 nəfərə də bir dənə silah vardı. Bəli, şükür Allahın böyüklüyünə ki, bu vətən müharibəsində hamı bir nəfər kimi Ali Baş Komandanın, böyük sərkərdəmizin ətrafında birləşdi və rəhbərlik bir oldu, komandanlıq bir oldu, əmr etdi və bu oğullar canlarından keçdilər və qazi olan oldu, şəhid olan da şəhid oldu və qalib bir ordu kimi bu döyüşdən alın-açıq çıxdıq, başı uca çıxdıq. Allah Ali Baş Komandanımızı da qorusun, Allah ordumuzu da qorusun. Sağ olun, var olun. Deməli, 2020-ci il idi, 27 sentyabr səhər tezdən oğlum gəldi, mən evdə yox idim, oğlum gəldi ki, ata, müharibə başlayıbdı. Həqiqətən o acıları mən yaşamışdım, bu döyüşləri mən görmüşdüm, bu şəhidləri mən görmüşdüm, çox həyəcan yaşadım və Allahdan arzu etdim ki, hətta oğlum şəhid olanda da, torpağa tapşırılanda da arzu etdim, əl açsın Allah ki, ya Allah, sonuncu şəhidimiz elə Kənanımız olsun. Və 2 oktyabr günü, 3 oktyabr günü, üzr istəyirəm, oğlum gəldi ki, ata, məni icra hakimiyyətindən zəng vurublar ki, gəl səhər voyinkomata. Və mən o nömrəni götürdüm, zəng vurdum ki, nə idi əlaqədərdir ki, uşağı çağırmaz. Dedilər, bilmirəm, nədənsə söhbət etdilər, həmən sözlər tam dəqiqliyinə yadımda deyil. Heç ağlıma gəlməzdi ki, mənə oğlumun şəhidlik xəbərini vermək istəyirlər. Lakin heç bilməyiblər ki, bunun qardaşıdır ya atasıdır. Onlar elə bilib ki, dayısımı və yaxını kimsə verir. Səhər tezdən ayın 4-cü günü biz getdik voyinkomata və orada bizə başınız sağ olsun, oğlunuz vətən uğrunda şəhid olub, dedilər. O həyəcanı yaşamağı heç bir ata-anaya qismət etməsin söyləyirəm. Çox acı bir xəbər ki, mənə oğlumun şəhidlik xəbərini vermək istəyirlər. Lakin heç bilməyiblər ki, bunun qardaşıdır ya atasıdır. Onlar elə bilib ki, dayısımı və yaxını kimsə verir. Səhər tezdən ayın 4-cü günü biz getdik voyinkomata və orada bizə başınız sağ olsun, oğlunuz vətən uğrunda şəhid olub, dedilər. O həyəcanı yaşamağı heç bir ata-anaya qismət etməsin söyləyirəm. Çox acı bir xəbər idi. Acı olan qədər də qürurlu idi ki, şəhidin adı o qədər də təsəlli yeri var ki, şəhid adı. Allah hər birinin ruhlarını şad eləsin. 30-cu günü bizlə danışdı. Az bir şəkildə danışdı. Çox nigaran idik biz. 30 gün danışdı qısa formada. Video zəngi idi onun. Son zəngi idi. Vida zəngi daha doğrusu, üzr istəyirəm. Vida zəngi idi və mən dedim Kənan, anam da çox narahatdır. Söndürmə dedi, ata, vaxt yoxdur. Və çöldə idim, gəlib telefonu anasına çatdırınca bir kəlmə, ana, narahat olma, hər şey yaxşıdır dedi.
son danışığımız oldu. Müharibədən bir həftə sonra, başlayandan bir həftə sonra və Kənanın şəhid xəbərini bizə verdilər. Allah heç kimə göstərməsin, çox böyük bir acı idi. Çox da qürur vericidir ki, vətən uğrunda, bayraq uğrunda, millət uğrunda canını fəda edibdir. Allah ruhlarını şad Şad etsin eləsin. hər birini. Allah cəmi şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Allah qazilərimizə də şəfaət eləsin. Amin. Allah şəhid ailələrinə də səbr əta eləsin. Amin ilahi. Kənan balam snaperçi kimi döyüşə qoşulmuşdu. Çox təlimlərdə oldu. Hətta bir dəfə qardaşına demişdi ki, qardaş Allah haqqı o qədər məşq eləyirik ki, o qədər təlimlərdəyik ki, ya yuxumuz var, ya dincəlməyimiz var. Həmən bu çəkilişlərin, bax bu çəkilişlər oradandır. Bax bu çəkilişlər həmən təlimlərdəndir. Bax bu çəkilişlər həmən təlimlərdəndir. Bu döyüşçü yoldaşlar da hamısı həmən çəkilişlərdəndir. Orada bunlar hər biri bu uşaqlıq, bəli, budur, uşaqlıq şəkilləri məktəbdə olduğu günlərdir. Bu hardasa 9-cu sinifdə oxuyan vaxtların şəkilləridir. Bu xidmətə 3-4 gün, 5 gün deməli birinci atpravka nəsə bunu saxladılar koronavirusa görə. Başını yadı qırxdırmışdı özü koronavirusa görə. Qaldı mayın 5-inə. Bu həmən şəkil 2020-ci ilə təsadüf edir. Bu böyük oğlumdur, bu dostudur, bu da şəhid Kənanımızdır. Bəs sentyabrın 20-si günü yanına getdiyi həmən gün şəkildir. Bu da həmən şəkildir, dostları ilə birgə yanına getmişdilər sentyabr ayın 20-si günü, 2020-ci ildə. Bu, həmən bu çəkiliş snaperçi kimi təlimlərdə olduğu şəkildir. Bu məktəb illəridir, səhv etmirəmsə 3-cü ya 4-cü sinifdə oxuduğu şəkildir. Bu şəkil əskəriyə hazırlamışdı özünü. Öz başını özü qırxdırdı burada ki, gedəcəm hərbi xidmətə. Çox həvəslənirdi hərbi xidmətə, çox həvəslənirdi. 2020-ci il sentyabrın 20-sinə təsadüf edən şəkillər. Burada da bu şəkildir, buradadır. Təlimlərdən olan şəkillərdir. Burada təlimdə olan vaxtlarıdır. Çox əzab, çətinlik çəkdikləri vaxtı təlim. Bəli. Bu da həmən təlim vaxtı olduqlarıdır. Snaperçi kimi. Budur.
Şəhid olan zamanlar. Bəli, bəli. Bu nə zamandır? Bu şəhid olandan sonradır bu. Biraz paltara düzəliş veriblər uşaqlar. Amma yalnız öz simasıdır. Allah ruhlarını şad eləsin. Bu da Rəhmət eləsin. Allah amin ya Rəbbim. Bu da Sumqayıt şəhidlərinin 44 günlük vətən müharibəsində olan şəhidlərimizin şəklidir. Ramkada. Çox sağ olun ata. Allah sizə səbir versin. Allah şəhidlərimizə rəhmət eləsin. Amin ilahi, amin.